Paulun Romalılara məktubu. Romalılara məktub. 1-ci fəsil. İsa Məsihin qulu həvari olmağa çağırılmış, Allahın müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam. Allahın öz peyğəmbərləri vasitəsilə müqəddəs yazılarda əvvəlcədən vəd elədiyi o müjdə, oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O cismən Davud nəslindəndir. Müqəddəsliyi ruhuna görə isə ölülər arasından dirilərək Allahın oğlu olduğu qüdrətlə elan olundu. Biz onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, onun adı naminə bütün millətlərdən olan insanları imana itaət eləməyə çağıraq. Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun. Paulun Romaya getmək arzusu. Hər şeydən əvvəl hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür eləyirəm ki, imanınız bütün dünyada elan olunur. Oğlunun müjdəsini yaymaqda ruhumla ibadət elədiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum. Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm. Buna görə də sizi görmək üçün həsrət çəkirəm. Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq. Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında elədiyim kimi, sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə, dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam. Bu səbəbdən mənim Romada yaşayan sizlərə də bacardığım qədər müjdəni yaymağa həvəsim var. Müjdədəki Allah salihliyi. Mən müjdədən utanmıram. Çünki o, iman eləyən hər kəsin əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir. Müjdədə Allahın salihliyi aşkar olur və bu salihlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb, salih adam imanla yaşayacaq. Adamların günahkarlığı. Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür Allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır. Allah özü bunu onlara aşkar eləyib. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzürsüzdür. Adamlar Allahı tanıdıqları halda ona nə Allah kimi izzət verdilər, nə də şükür elədilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. Müdrik olduqlarını iddia elədikləri halda, ağılsız olub, fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz elədilər. Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim elədi ki, bir-birlərinin bədənini rüsvay eləsinlər. Onlar Allahın həqiqətini yalanla əvəz elədilər. Yaradanın yerinə yaradılışa səcdə və ibadət elədilər. O, yaradana əbədi alqış olsun. Amin. Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim elədi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz elədilər. Eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib, bir-birlərinə şəhvətlə qızdılar. Kişilər kişilərlə rüsvayçılıq eləyib, öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar. Allahı şuurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim elədi ki, ədəbsiz işlər görsünlər. Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular. Paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub daşdılar. Onlar qeybətçi, böhtançı,
Allaha nifrət eləyən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz, axmaq, xain, şəfqətsiz və rəhimsizdilər. Hərçənd ki, belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər. Amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.